35'in üstündeki hem kadın olsun hem kişi olsun artık bir çevresi var. Artık bir necə öz mövqeyi var, öz fikri var ve Bəli. ailesini saxlamaq üçün bəlli bir necə deyirlər, bütçəsi var. 20-25 yaşındakiler uşaqlar hə evlənirlər falan ama 35 35'in üstü mənim fikrimcə indiki cəmiyyətimizdə evlenmek dövrü bu yaşlardır. Bu yaşlarda ama burada da biz artık dediğim kimi kadının yaşı bizi incidir. Bunun çaresi de var. Eğer hanım düşünür ki ben bir 40'ın üstünde evleneceğim. Hələlik mənim işlerim var. Biz yumurta dondurma işlemi eləyə Yani hiç evlenmeyen bir hanımın yumurtalarını stimülasyon edib, folikularını büyüdüb, oradan o sütləri, yumurtaları əldə edib, dondurup saxlayıb saxlayırıq və xanım istediği zaman öz evladına istediği yaşta gəlib nail ola bilər, yəni əldə edə bilər. İstəyir 60 yaşında olsun, istəyir 50 yaşında olsun. Artık yumurtası olduğu için, dondurulmuş bir şekilde elimizde olduğu için onun insanın içinde korku yoktu ki ben 45'in yaş üstünde evliliği olsam bile benim evladım olmayacak. Ben o stresi daşıyan bir işime mi bakım, evlenim mi, tanımadığım, bilmediğim, sevmediğim bir insanla ailemi kurum, nedir uşağım olsun diye. Yani bunlar olmasın diye bu yöntemimiz var. Özünün idiopatik mesela tiroid olan xəstələrin özünün artıq öz bədəndəki olan toxunmalara qarşı immunitet yaranır və rədd etmə başlayır. Eyni Onu diyorum, hüceyrə yani o hallar yaşanabilir mi 20 yıl sonrasında? Əgər öz qadının özündə də problem olur. Yəni öz qadın öz bədənin öz hüceyrələrini rədd edir. Yəni Rədd edir. tiroid hüceyrələrini rədd edir, pankreas hüceyrələrini rədd edir. Bunu da rədd edir. Yəni fərq eləmir onun üçün nə olur olsun. Biz qadınlara deyirik bunu, amma kişilərə də aid olan bir şeydir. Dönemimizin en ağır bir xəstəliklərdən olan xərçəng xəstəliyi, istər xanımda olsun, istər kişidə olsun, fərq eləmir. Əməliyyat olurlar, kemoterapiya alırlar. Bunların hamısı doğurganlıq hücrelərinin hamısını məhv edir. Yəni oradan biz sonradan bir hamiləlik əldə edə bilmirik. Ona göre bu yöntem bunlar üçün də bir çıxış yoludur. Bir necə deyilir, bir şeydir, ümiddir ki, bunların öz evlatları olacaq. Biz xərçəng olsaq belə, mesela bütün organları alınsa ve yumurtalıklar alınsa bile kişide de xərçənglərə göre əməliyyat olunan bir xəstələr də önceden hücrələrini dondurup bizdə saxladıklarında rahat bir şekilde əməliyyatlarını da olurlar, kemoterapiyanı da olurlar ve sonradan da uşaq sahibi olurlar. Səbəbləri qadında gördükləri üçün mən də onlara çox yüklənirəm, amma yoxladığımızda görürük ki, bir 50% de bu kişiye ait olan bir sonsuzluqdur. Yəni kişi faktoru olan bir şeydir. Bunlar nedir? İlk önce yani evlilik planı varsa, evlat sahibi olma planı varsa benim kişilerden de xahişim var. İlk önce özlerini hasant bir analizle, yani spermogram dediğimiz bir analizle baksınlar var mı problem, bir an evvel bunun üzerine düşsünler. Yoktursa yani hiç hücre yoktursa, eğer bir problem varsa da bunu kimseden de gizlederek illerle hanımı müayinələrdən sağdan soldan hər tərəfdən müayinə edib min cürə əməliyyatlar keçirtmək eləməyin bunu. Axırda görürük ki, problem xanımda deyil. Yani bu kadar dərman istifadə olunub, bu kadar prosedurlar olub, bu kadar əməliyyatlar keçib xanım, amma əsas məsələ məyər yoldaşındakı hüceyrə sayısının azlığıymış. Və bununla da bütün hem xanımın sağlığına bir zərər vermiş oluruq, həm də illerini əldən alırıq. Ona göre evlenmeden önce bir çok rahat verilebilen, bakılabilen spermogram testi verdikten sonra sebep var mı müalicəlik, narahatçılıq üçün bir sebep var mı? Orada çok rahat görünür. Mesela hanımı yoxlamaq uzun çəkir. Hanımın siklusu ayda bir olduğu için biz bütün ay boyu hormon olsun, yumurtanın yetişmesi, folikul yetişti mi, dediğim sarı cisim göründü mü, hormonları düzgün mü işləyir. Bunun yoxlanışı bir ay çəkir. Ama kişilerde bir analizden biz artık diaqnozumuzu qoya bilirik. Və əgər sıfır olsa bile bunun da çaresi var. Yani biz əməliyyatla hüceyrələri tapırıq və bizim yöntemimizlə, ekstrakorporal müalicə ilə biz evlat sahibi edebilirik bu insanları. Ona göre cütlük geldiğimizde bir önce tabii ki ben öz tərəfimdən ginekoloji müayinədən keçirirəm. Ümumiyyətlə organları var mı? Düzgün şəkildədirmi? Yumurta sayısı necədir?
uşaqlığın içində hər hansı bir maneçilik törədən bir törəmə varmı? Törəmə dediyimiz miyomdur, polipdir. Bunlar hər biri uşaqlığın içində doğru böyüyərsə, özünü spiral kimi aparır və oradakı embrionun tutunmasına əngəl olur. Varmı belə problem? İlk öncə bunları həll etmək lazımdır. Boruların keçiriciliyi yoxlanır. Yəni bizə bir yol lazımdır ki, kişi hüceyrələri bu yolla gedib yumurtanı tapsınlar. Və bu yolda bizim borularımızdır. Bəzən xanımlarda boruda irin əmələ Bu gəlir. normal hamiləlikdən danışırıq. Mən normal hamiləlikdə və müayinə prosedurundan danışırım. Yəni boruları hər kəsdə yoxlayırıqmı? Demək olar ki, bir 90%-ında yoxlayırıq. Ən çox da keçmişdə əməliyyatlar keçirilirsə, ağır bir infeksiya keçirilibsə və anadan gəlmə hər hansı bir böyrəkdə olan bir qusur falan varsa bu xəstələrdə biz mütləq boru filmini istəyirik. Boruların da yoxlanışı ancaq rengenlə görülür. Yəni ən gözəl görülə bilən rengenləndir və əgər xanım laparoskopi olaraq bir əməliyyat keçirirsə o dönəmlərdə laparoskopi olaraq, yəni qarın boşluğu üst tərəf deyil də alt məsələn yumurtalıq kistidir, miyom əməliyyatıdır. O zaman da boruların keçiriciliyini yoxlamaq olur. Yəni bu iki böyük standart, amma bizə ən çox rahat olan təbii ki əməliyyata salmırıq hər kəsi. Biz boru filmi, rengenlə boruların keçiriciliyi varmı, içində irin varmı, yoxdurmu onu yoxlayırıq. Əgər borularda hidrosalpinx dediyimiz, yəni boruda irin toplama varsa, istər normal olsun, istər aşılama olsun, istər ekstrakorporal müalicə olursun, bunların heç birisi tutunmur. Hamiləlik vermir. Çünki boruların içindəki olan o maye, bu irinli bir mayedir və o maye bir şəkildə uşaqlığın içinə, daxilinə sızır. Digər tərəf məsələn normaldır, digər tərəf borusu açıqdır, təmizdir, hər hansı bir infeksiyası yoxdur, irini yoxdur. Oradan hamiləlik baş tutsa belə, yəni gəlsə, uşaqlığın içinə yerləşmə zamanı infeksiyalaşmış uşaqlıq içi daxili olduğu üçün orada yerləşə bilmir və hamiləlik baş tutmur. Biz onun üçündə mütləq varsa irinli bir boru, o borunu ya uşaqlığın içinə girən bir hissəsindən bağlayırıq, ya da tamamen çıxardırıq. Bu kəlmə xanım üçün çox bir faciəvi olaraq qəbul olunur ki, mənim borumu çıxarırlar. Doktor, onu təmizləmək olarmı? Onu yumaq olarmı? Antibiotiklərlə müalicə alsaq, yudursaq bu düzələrmi? O düzəlmir. Bir müddət ultrasonda məsələn irinli görmürsən, bir boşalmış olur, amma onun verdiyi zədə nədir? Bu borunun içində çox balaca bir tüycüklər var. Onlar kişi hüceyrəsini yumurtaya doğru itələyir. Mayalanma olduqdan sonra mayalanmış embrionu artıq uşaqlığa doğru itələyir. Geri gəlir. Bu proses olmayanda, çünki o döllənmiş yumurtanın özünün hərəkətliliyi yoxdur. Məsələn, kişi hüceyrələri hərəkətlidir. Onların quyruqları var və özünə görə gedir. Amma geri gəlməyi bu tüycüklər bizə lazımdır. Onlar olmayanda da yumurtalığın yanından uşaqlığın içinə qədər düşmə müddətimiz ortalama 3-5 gündür. Borunun içindəki də məsafə o qədər incədir ki, bir yerə qədər gəlir, tıxanır, qalır və o olur boru hamiləliyi. Ona görə də borunu yumaqdır, nə bilim onu açmaqdır. Bunların hamısı müvəqqəti və sonrası riski daşıyan bir işlərdir. Ən doğrusu digər tərəf problem yoxdursa bu irinli borunu çıxardıb digər sağlam tərəfdən hamilə qalmaqdır. Əgər digər tərəfdə də problem varsa, o zaman ikisini də çıxardıb artıq ekstrakorporal üsulla hamilə qala bilirlər xəstələrimiz. Belə deyim, əgər biz 10 dənə yumurta görsək, desək üstünə də bir yaş gəlir, bir yarısı olsun, amma əlimizdə 5 embrion olur. Bir də var yumurta sayımız azdır, üstünə də bir yaş gəlir, az dediyimiz 3 yumurta. Bu 3 yumurtadan elə ikisi xarab olacaq. Burada ucu şansımız azalır. Tələsin. Hətta gecikmirsən. Yox, gecikməmisiz. Özünüzə də sonsuz yəni hörmətim var. Evlilik yaşı 35-in üstü. Siz bütün qadınlar ürəklidir, doktor? Yox, Ürəkli çox stresli olurlar. Yəni mənə gələn xəstələrim kütləmə baxıram, bir də digər doktorların xəstə kütləsinə baxıram. Məsələn, mən 10 xəstə ilə yoruluram. Digər doktor, ginekoloq, yəni sonsuzluqla məşğul olmayan ginekoloq gününə 30 xəstə baxsa belə yorulmur. Niyə? Çünki mənə gələn hər bir xəstənin arxasında o qədər problem var. Həm mənəvi olaraq, həm fiziki olaraq o qədər yıpranmış bir şəkildə gəlirlər. Yəni ümidsiz bir şəkildə. Onu o ümidsizliyin içindən çıxarana qədər bir uzun bir zaman, uzun bir dirəniş. Ona görə də həm energiya gedir, belə deyim, tam düzgün olmayan müalicələrin nəticəsində də gəlirlər ki, artıq uşağım olmayacaq, baxırsan ki, hər şey normaldır. Onu o fikirdən gətirib çıxardana qədər normal halına.
O da bir aparır adamda enerji. Çünkü o kadar beyinde kodlaşır bu xəstələrdə ki, bizdə artıq heç nə olmayacaq. Son şansımızdır. Ailə dağılacaq. Biz nə olacaq? Bu faciə ilə gəlirlər mənim yanıma. Bu genetik analizler artık embriyon elde ettikten sonra aparılır yoksa tek tek hücre səviyyəsində də yoxlaya bilirik? Hansı Hücrələrin biri daha genetiğini bir tek kişi doğrudur? hücresinde yokluyoruz. Ha, tabii yumurtada da yoklayabiliriz ama o çok praktik bir değil. Mesela DNA'sı kırık olan, yani harap olan kişi hücrelerini biz yoklayabiliriz ve faizini diyebiliriz ki bu hasta sayı çok az değil, yani kifayet kadar var ama hamilelik baş tutmur. Belki hücrelerinde bir problem var. O spermatozoidlerin DNA'sını yokluyoruz ve bakarak faizine göre. Bu insanda sayı güzel, miktarı güzel, hareketli güzel ama DNA'sı pozuldu. Sayı miktarı güzel olsa bile bunun normal uşaq əldə etmə şansı azdır. Biz bu xəstələrə deyirik gəlin ekstrakorporal müalicəyə. Niyə? Çünki biz onların içindən sağlamlarını seçib döllüyürük. Bir de var ki hücre sayısı sınırdadır ama DNA'sı güzeldir. Hareketliliği de kifayet kadardır. Biz bu xəstələrə deyirik ki biz size aşılamayla eləyə bilərik. Yəni hər xəstənin özünə görə diaqnozu qoyulur. Çoxlu laboratoriyalarda, sonsuzluqla məşğul olmayan laboratoriyalarda baxılan test, 2 dənə test var. Kişilərə baxılan biri Kruger üsulu ilə sayı baxılır, miqdarı baxılır, hərəkətliliyi baxılır, morfologiyası pozğundurmu deyilmi ona baxılır. Bir də sperm DNA testidir. Məsələn, Kruger üsulu ilə baxıldığımız hücrələrin sayı çox ola bilər. Yani 15 milyonun üstünde normal deyirik. Bunda olabilir 80-90 milyon. Evet. Hareketliliği 35'in faizinin üstündedir. Yani çok güzel. Bakırsan şekil olarak çok güzeldir. Ama sperm DNA'sına baktığımızda görürük ki bunların hamısında problem var. Artık bu xəstə normal hamiləlik əldə etmə şansı azalır. Her şey güzel olsa bile. Ona göre de döllənməni də biz sağlam hücre ilə gərək eləyək ki, ondan əmələ gələn uşaq düzgün olsun. Əgər sıfır hücrəsi varsa, yəni yoxdur və bu xəstələr uroloq tərəfindən əməliyyat oluna bilər. Bir test olarak, yani TESE əməliyyatı deyilən bir əməliyyat var. Bu əməliyyatla biz xaya çərtləri, içərdən kanallar alınır və kanalların içində hücrelər təmizlənib yığılır. Və bu əməliyyat zamanı aldığımız o kanalları tekrar yoxlanışa göndərə bilirik. Əgər heç çıxmazsa, orada da çıxmazsa, biz bu kanalları yoxlanışa göndəririk və bu kanalların yoxlanışının cavabı bizə gəlir ki, bu insanda sadəcə təsadüfi olaraq bu kanalda değil, diğer kanallarda da var və bu insanın hücre üretimi var. Ve siz əməliyyatı tekrar eləyə bilərsiniz. Bu cavab bizə gəlir. Yaxud da bu kanallar artıq işləv deyil, buradan hücrə əmələ gəlmə mümkün deyil və bu insandan heç bir şəkildə biz hücrə əldə edə bilməyəcəyik. Və biz bu analizlə xəstəyə məlumat veririk, bilgiləndiririk. Yöntəmi nə olacaq, yolu nə olacaq, artıq xəstə özü qərar verir. Ama bir spermogram testinde sıfır gördüm, hoflandım, hiçbir hekime gitmedim, bende problem var, hiç kime demedim. Bunun çaresini de yoxlamadımsa o artık xəstənin özünün seçimi olur. Özü özünü durdurur bu işte. Son zamanlar bunun üzerine o kadar aktif işler gelir ki. Günü günü yeni testler gelir, günü günü yeni analizler çıxır, günü günü yeni manipulyasiyalar, əməliyyatlar çıxır ve bunun həddi hududu yoxdur. Bizim elimizde olan texnika, bizim elimizde olan testler demiyorlar ki dünyanın her bir yerinde olduğu kimi de bizde de aynı şekilde var. Yani texnolojiyaya sahibik ve biz maksimum derecede kömək eləyə bilirik. Yani çaresiz olan xəstələrimiz çox azdır. Var çaresi. Ama siz bu yola gəlin. Siz bizlə bir yerde bu yolu bir yerde gedək. Və nəticəsi də çoxsunda 99%'inde uğurlu olur. Son zamanlar doğulan uşaqlara baxırıq. Normal hamilə qalan xanımların da uşaqlarına baxırıq. O kadar problemli uşaqlar doğulur ki, yani her şey normal giden bir xəstədə bile bir uşağında bir hansı bir problem çıxır. 2005-ci ildə olan genetik taramaların nəticəsinə baxdığımda orada 10 embriyondan 8'i, 7'si sağlam gəlirdi. 3'ü, 2'si xəstə gəlirdi. Ama indiki dövrdə, indiki zamanda biz 10 embriyondan 3'ünü sağlam tapırıq. Qalanların çoxsu. Səbəbi nədə görürsünüz doktor? Səbəbi məncə bizim həyat tərzimizdən, bizim yemək içməyimizdən, hətta vitamin adında dediyimiz, BAD adında dediyimiz dərmanların istifadəsi də içəridə nələr elədiyini, nəyə gətirib çıxartdığını bilmirik. Bu durumu səbəb
Bu durumu bizim çağın en büyük bir problemi olan autizm olan yani sebepkarı bu durumu onu hələ bilmir. Sovet zamanında bizim xanımlarımız hər gün vitamin içmirdi. Hər gün bu qədər omegosunu içib, onun turşirini onu içib. Olmurdu elə şey. Günlük gedilər həyatlarını yaşadılar. Günlük yeməklərini, tərəvəzlərini, meyvələrini, ağartısını, hər şeyini yerdilər və sağlam uşaqlar doğulurdu. İndi hər şey varkən belə biz tonda vitamin içirlər, bir sürü dərman içirlər və biz problemli uşaqlarla üz-üzə qalırıq. Mən həmişə hamilələrimə deyirəm, yəni məndə təqib olmayan, amma sonradan mənə keçən bir xəstələri, əllərində 3-4 vərəq dərmandır. Bunları hamiləyə vermək günahdır. Bu qədər dərman, bunun hamısı açıq radikallardır. Bunlar hamısı hardasa çökür. Və bizim o böyüyən, tez böyüyən bədənimizdə nədir? Uşaqdır. Və bunun hamısı bu uşağın bədəninə köçür. Bunun beyninə köçür, bunun neyronlarına köçür. Bunun və inkişafına təsir edir. Biz gözlə görməsək, bizim maksimum görə biləcəyimiz nədir? Bir ultrason müayinədə uşağın başı var, qolu var, ürəyi yerində, böyrəyi yerində, amma bu funksiyasının içindəki hüceyrə səviyyəsini biz görə bilmirik. Uşaq doğulandan sonra da bunlar aktiv bir şəkildə işləyir. Ona görə xəstələrimizə də çox miqdarda dərman istifadəsi, bu adlardır. Yox, doktor, mən hamiləlik öncəsi bir 5 ay bu vitaminləri içdim, üstünə də o birisi vitaminləri içdim. Bunlar lazım deyil. Kimyasal bir şeylərdən istifadə eləməyin, fast fooddan istifadə eləməyin. Yəni nə yesəniz, bu sizin bədəninizə hopur və sizdən əmələ gələn uşaq da bununla doğulur. Siz əgər götürsəniz, məsələn, çipslərdən yesəniz, energetik içsəniz, bəlli olmayan badlar içsəniz, bunların hamısı bu uşaqda çıxacaq. Qavrama problemi olur, ya düşüncə problemi olur. Biz onları görə bilmirik. Məsələn, şizofreniyanı biz öncədən görə bilmirik. Autizmi öncədən görə bilmirik. Onları genetik olaraq da yoxlayıb görə bilmirik. Biz heç qan qrupunu da görə bilmirik. Qan qrupunu niyə əhəmiyyət verirəm buna? Əgər qadında negativ qan qrupudursa, bu demək deyil ki, bu uşaqlar problemi olacaq. Deyil. İlk hamiləlik düzgün bir şəkildə davam edib və sonunda əgər pozitiv qan qrupu ilə doğulan uşaq doğulub və buna xanıma iynə vurulmayıbsa, sonraki uşaqlarda problem yaranır. İlk uşaqda problem olmur. Bəlkə sarılıq falan ola bilər. Biz bu xəstələrə deyirik ki, siz yoxlaya bilərsiniz hamilə ikən uşaqda talasemiya xəstəliyi varmı, yoxsa yoxdur. Amma bu 16 həftəlik uşaqda yoxlana bilir. Əgər varsa da biz bunları tələf eləməliyik, yəni uşağı durdurmalıyıq. Bu ana üçün nə qədər faciəvi bir işlərdir. Bunların hamısı problemdir. Bunun çox rahat yolu var. Ekstra korporal mayalanma ilə biz içindən sağlam, talasemiya daşıyıcı olmayan, xəstəsi olmayan bir embrionu keçirib keçərliliyinin qarşısını alırıq. Bununla sağlam uşağa sahib olurlar.